Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanın dövlət borcu 25 milyard 987,5 milyon manat olub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dövlət borcu 2025-ci il üzrə qeydə alınan 129 milyard manat məbləğində faktiki ümumi daxili məhsulun 20,1%-ni təşkil edib. Qeyd olunur ki, ümumi dövlət borcunun 8 milyard 183 milyon manatı və ya 31,5%-i xarici dövlət borcunun 17 milyard 804,5 milyon manatı və ya 68,5%-i daxili dövlət borcunun payına düşüb. Müqayisə üçün bildirək ki, son bir ildə xarici dövlət borcu 316,2 milyon dollar və ya 6,2%, daxili dövlət borcu isə 855,2 milyon manat və ya 4,6% azalıb. Açıqlanan son məlumata görə Azərbaycan əhalisinin sayı 10 milyon 259,7 min nəfər olub. Bu isə o deməkdir ki, hər bir Azərbaycan vətəndaşına düşən borc məbləği 2533 manatdır.